Herkese selam dostlar. Kanalıma hoş gelmişsiniz. Her birinizi hoş gördük kanalımda. Dostlar, toyuqlarla bağlı bugün bir video çekmek istəyirəm. İlk toyuqlarla bağlı bir video çekmiştim. Toyuqların yumurtlaması için ne etmeyi lazımdı ve özüm de dediğim şeyleri etmiştim. Artımı sizden paylaşacağımı demiştim. Yani ne kadar artım olacak, ne kadar günde olacak, necə təsirləyəcək bunu sizlerle paylaşacağımı demiştim. İndi həmin gün gəlib çatıb, artıq yetər qədər üstündən gün keçib, hardasa 9-10 gün keçib. Yəni bu təcrübələrimi sizlə paylaşa bilərəm. Onun üçün sizlərə istedim ki, tekrar bir video çekim. Hem de həmin videonun altına bir neçə yorum gəlmişdi, bir neçə sual gəlmişdi. Əlavə olaraq canlı yayımlarında məndən bir neçə sual soruşmuşdular. Onlar da sizlərlə danışmaq istəyirəm, bölüşmək istəyirəm. Ayrıca hündüşkalarla da bağlı bir şey deyəcəm bu videoda. Videonun sonlarına doğru da bir yumurta toplama videomuz olacak. Kısa göstereceğim. Yani bugün ne kadar yumurtamız olup onları toplayacağım. Hem de sizlere göstereceğim. Ona göre videonun sona kadar izleyin. Demək dostlar, sizə ilk videomda bəhs eləmişdim ki, toyuqların yumurtlaması üçün nə etmək lazımdır. Demişdim, yerlərində işıq yandırmalısınız, əlavə olaraq yerlərini isti eləməlisiniz, bir də yemlərin bol eləməlisiniz, nə verirsinizsə. Əgər dediyim kimi sizin yoxunuzdursa, yəni toyuqlarınız açıq şəraitdə qalmırsa, bağlı şəraitdə qalırsa, yəni ot yemir, başqa bir şey yemir. Onun üçün ilk videoma da izləyə bilərsiniz tam olaraq nə demişdim. Əlavə olaraq bir neçə yem qarşımı verməlisiniz demişdim. Yəni tək yemlə əmələ gəlmir. Əgər toyuqlarınız otlamırsa, açıq şəraitdə qalmırsa, yəni bağlı şəraitdə qalırsa, onun üçün də bir neçə yem qarşımı verməlisiniz deyə bildirmişdim sizlərə. Toyuqlarım yumurtasında ne kadar artış oldu? İlk ondan başlayayım sizlere. Mən toyuqları o dediyim şərtləri eləyəməmişdən qabaq, yəni isti yerə salmamış, işıq yandırmamış toyuqların verirdi mənim gündə 5-7 arası yumurta. Ama indi maşallah olsun yumurta verimimiz 20'den aşağı düşmür. Yani 20, 22, 25 bu aralarda değişir ve gün-gündən demək olar ki, bir dənə, iki dənə artırmağa da davam edirlər. Çünki hələ yumurtamayan fərələrimiz var. Əlavə olaraq da bir şey deyim də sizlərə. Bu toyuqlar odama əvvəllər girib çıxmışlar, bilirdilər. Amma fərələrim orada qalmadıqları üçün və toyuqlarla ümumiyyətlə bir arada qalmadıqları üçün fərələrim ilk ora keçirtdim, hürkdülər. Yəni stresə girdilər heyvanlar və fərələrim tamamilə yumurtadan kəsildilər. Yəni nə qədər fərəm yumurta yersə bu ilki fərələrdən hamısı yumurtadan kəsildilər. Amma indi təkrar artıq 3-4 gündür təkrar yumurtlamağa başlayıblar. Yəni əvvəl yumurtlayan fərələr təkrar yumurtlamağa başlayırlar. Çünki heyvan stresə girən kimi anında yumurtasını kəsir. Hətta daha uzun çəkəcəyini düşünmüşdüm. Yəni bu yumurtadan kəsirdilər. Artıq çox gec yumurtayarlar deyə düşünmüşdüm, amma daha tez özlərini toparladılar və artıq yumurtaya başlayırlar. Onun üçün bu yumurta veriminin get-gedə gün-gündən daha çox artacağını düşünürəm. Təxmini biz onlara keçirmişdik, ayın 11'i keçirmişdik. 11'i axşam keçirmişdik. Bugün də ayın 21'i mi 22'si mi olmalıdır? 21 səhv eləmirəmsə, tam 10 gündür. Yəni tamamilə bu videonu artıq sizlərə çəkib paylaşmağımın vaxtıdır. Yəni rahatlıqla sizlərə bunlar işə yaradı mı, yaramadı mı onu deməyə çalışıram. Çünki elədiyim hər şeyi mən sübut edirəm və tamamilə də işe yaradı. Dediyim kimi bu videonun sonunda da yumurtalarımı çəkəcəm. Yəni bugün neçə yumurta toplamışam, onu çəkib sizlərə həm bərabər toplayacağıq, həm də sayında orada tamamilə öyrənəcəksiniz ki, artıq bugünkü tarixə, yəni 10-cu gündə neçə yumurta götürürəm, onu sizlərə çəkib paylaşacağam. Toyuqlarımın sayını da deyim ümumilikdə sizlərə 56 dənə fərə var burada. Yəni toyuq qarışıq, fərə qarışıq 56 dənədir. Amma onların bəzisi hələ yumurtlamağa da hazır deyil. Çünki yaşları o değil. Yəni belə yumurtlamağa hazır olan toyuqlu fərəli qarışıq. Yəni o bir 33 dənə toyuğum var. Bir hardasa bir 15 filanda yumurtlamağa hazır fərəm var. 12-15 yumurtlamağa hazır fərə var. Yəni demək olar ki 40-45'ten yəni yarı yarı 50-60% yumurta götürürəm də. Çünki digərləri hələ yumurtlamağa hazır deyil. Yəni çünki içində onun brahmalar da var. Onlar çox gec yumurtlayır. İçində onun brahma qarışıq olanlar da var. Onlar da digər yəni yerli fərələrə nisbətən biraz daha gec yumurtlayır. Onlar bilirəm ki, hələ yumurtaya hazır deyillər. Yumurtaya hazır olanlardan 50-60% nəticə götürürəm. Bu da qənaətbəxşdir ki, artacaq da bu. Yəni gün-gündən sizlərə növbəti videolarımda da yenə çəkib göstərərəm
görərəm ki, bu artacaq da. Demək dostlar, toyuqların o videonun altında mənə irad gəlmişdi ki, toyuqların işığını niyə daim yanıqlı saxlayırsan, bu toyuqların üçün ziyandır, onlara zülm eləyirsən, nə bilim, hətta bir nəfər yazmışdı ki, nə yazmışdı, üzr istəyirəm, halal haram qazanırsan, nə bilim, elə bir şey demişdi. Bunun heç bir əlaqəsi yoxdur. Toyuqlar adicə gündüz belə saxlayanlar müşahidə edə bilər ki, bir də görürsünüz toyuq küncün birində yatıb yerə gözün yumub yatır. Yəni istədikləri anda işıq, qaranlıq fərq etmir. Bunlar yata bilərlər. Yəni amma siz istəyirsinizsə saat 10-da, 11-də işığı söndürə bilərsiniz zaten dedim. Yəni söndürsəz də yaxşı olar. Söndürməsəz də yəni bu öz şeydə həm artıq işıq yandırmaz, həm də söndürə də bilərsiniz. Sadəcə mən yanıqlı qalmasını üstün tuturam ki, çünki mən qablarında da bir qədər onların belə deyim sizlərə yem saxlayıram. Onun üçün onlar yem də yeyirlər. Qarşılarında, qabaqlarında su da olur. Ağaca altlarına tökürdüyüm saman belə arpalı saman idi. Onun üçün eşib onun içindən arpa da yeyirlər. Onlar səhərə qədər də yeməyə də davam edirlər. Amma yenə istədikləri zaman, yəni mən saat biraz gec yatıram deyəni, saat 2-də 3-də yenə bir də toyuqların içində nəzarət edib təkrar yatmağa gəlirəm. O zaman görürəm ki, artıq toyuqlarımın hamısı yatıb. Yəni çıxıb tarda yatıb, aşağıda gəzən də var bir neçə dənə. Və səhərə qədər artıq mən səhər getdiyində bir neçə yumurtanın da olduğunu görürəm. Yəni toyuqlarımın yumurtadığını da görürəm. Onun üçün belə deyim sizlərə, yəni o işıq söhbəti haram qazanc filan deyil. Toyuqları istədikləri anda yata bilirlər. Daha sonra mənə sual gəlmişdi, videoda atmışdılar ki, bəs TikTokda video paylaşılıb ki, nə bilim sirkə, sarımsaq, bir də nə qarışımıdır bilmirəm, verirsiniz, toyuqlarınız yumurtayacaq. Bunun toyuqların yumurtamasına heç bir aidiyyəti yoxdur, cəfəngiyyatdır. Paylaşan insana heç bir sözüm yoxdur. İzləmə qazanmaq üçün və yaxud da nə üçün eləyib bilmirəm. Amma bunların toyuqlara yumurtaması üçün nə mənim təcrübə elədiyim qədər, nə də heç bir qayda, qanunda, belə kitabda toyuqların xasiyyətnaməsində belə bir şey yazılmayıb. Sirkə ilə sarımsağın toyuğun yumurtamasına birə-bir təsiri yoxdur. Amma ikisi də ayrı-ayrılıqda çox xeyirli şeylərdir. Sarımsaq antibiotikdir, təbii antibiotikdir. Bunu rahatlıqla toyuqlarınıza verə bilərsiniz. Sirkə də həmçinin mədə bağırsaqlarının təmizlənməsinə, dezinfeksiyasına çox kömək edir. Bəzi mədə bağırsaq problemlərində hətta dərmandan daha yaxşı təsir göstərir deyə bilərəm ki, özümdə istifadə edirəm. Yəni zərərli bir şey deyil, amma toyuqların yumurtaması üçün birə-bir heç bir təsiri yoxdur. Onu da mütləq şəkildə sizlərə bildirmək istəyirəm ki, çünki belə bir cəfəngiyyatlara qətiyyən inanıb gedib sirkə ilə sarımsaq qatıb toyuğun qabağına töküb yumurtamasını gözləməyin. Toyuğun yumurtaması üçün sizə lazım olan 3-4 şərtdir. Onun da hamısını izah eləmişəm. Başqa heç bir şərt yoxdur ki, məntiqlə də fikirləşəndə heç bir şərt yoxdur. Hə, necə ola bilər? Toyuqlarınızın bağırsaq problemləri vardır. Bu və yaxud da ki, antibiotika ehtiyacı vardır. Siz antibiotik verərsiniz, sirkəni verərsiniz, toyuqların olan xəstəliklərin, bağırsaq problemlərini həll eləyər. Toyuqlarınız daha sonra yumurtlamağa başlaya bilər. Yox, sizin heç bir toyuğunuzun problemi yoxdursa, siz toyuğa yem verməyin, aparın qabağına sirkə, sarımsaq tökün. Bu sizə yumurta verməyəcək, az verin, yemə az verin, sirkə, sarımsaq tökün ki, yumurtayacaq, bu sizə yumurta verməyəcək. Toyuqlarınızın, yəni əgər yüksək nəticə almaq istəyirsinizsə, ondan gedir ha söhbət. Belə işıqsız da toyuqlarınız yumurtaya bilər, amma yüksək nəticə almaq istəyirsinizsə, toyuqlarınızın yerində işıq yandırmalısınız. Əlavə olaraq istilik soyuqla bağlı da mənə bir şey deyən olmuşdu ki, mənim toyuqlarım nə bilim soyuq yerdə qalır, amma yumurtayırlar. Toyuqlarınızı zaten yüksək səviyyədə yedizdirsiniz. Toyuqlarınız yağlanır və soyuğa qarşı özlərində təbii bir müdafiə sistemi yaradırlar. O zaman toyuqlarınızın sizin yerləri biraz soyuq olsa belə yenə yumurtlamağa davam edəcəklər. Amma yenə deyirəm, nə etsəz də bağlı şəraitdə, isti yerdə qalmasın, müsbət nəticəsi həqiqətən çox böyükdür. Əlavə olaraq da sizə indi bir şey göstərəcəm. O toyuğu görürsünüz uşaqlar. Baxın, gözün yumub yatıb. Görürsünüz? Yəni bu da bayaq dediyim şeyin sübutu ki, toyuqlar istəyəndə gündüz belə yatırlar. Əlavə olaraq baxın o toyuq. Başını qoyub tüklünün arasına yatıb. O tərəflərdə də var. Yəni gün içərisində toyuqlarınız istədiyi qədər yatıb dincələ bilir. Bunun işığa, günə, nə bilim heç bir aidiyyəti yoxdur. Yəni onlar istədikləri anda yatıb dincələ bilir. Necə ki insanlar da işıqla da yata bilir, toyuqlar da həmçinin elə işıqla yata bilir. Gəzmək istəyən gəzir, yatmaq istəyən yatır. Onun heç bir aidiyyəti yoxdur.
Hə dostlar, bu sizlərə bunu da dediyim yorumda yazdığı suallarda cavablandırdım. Yəni onun toyuğa heç bir aidiyyəti yoxdur. O sirkə, sarımsaqdır filan, yumurtamasına heç bir aidiyyəti yoxdur. Belə ikisi də xeyirli bir şeylərdir. Ziyan deyil. Toyuqlarınıza rahatlıqla verə bilərsiniz. Amma dediyim kimi yumurtaması üçün yox. Yumurtaması üçün lazım olan şərtləri sizə izah elədim. Bir də dostlar, bu videomuzla heç bir əlaqəsi yoxdur. Yumurta toplamaya keçirik. Amma bircə dənə bunu da deyim, sonra yumurta toplamaya keçim. Əgər biləniniz varsa, dediyim kimi mən professional şəxs deyiləm. Mən sadəcə sizlərlə təcrübələrimi paylaşıram. Yəni elədiklərim, təcrübələrimi paylaşıram və bunu sübutda eləyirəm bacardığım qədər. Bir dənə hündüşkalarımda belə bir problem var. Aslında bu problem nə vaxtdandır var. Sadəcə gedir, gəlir, dərman eləyirəm, iynə vururam, gedir, gəlir. Mənim hündüşkalarımda 2 dənəsində, 3 dənəsində belə problem var. Bundan dediyim kimi bir neçə dəfədə yaşanıb hündüşkalarımın bəzilərində. Uşaqlar, bunlar baxın, hamısı yeyir, görürsünüz. Yəni yeməyən quş yoxdur. Bunun hamısı nar vurdum yerə, özünüz gördünüz ki, hamısı gəlir yeyir. Yem tökürəm, yenə hamısı yeyir. Amma içində hündüşkamın 2-3 dənə quş var ki, bunlar otlamırlar. Bu da istər-istəməz bunların tək yemlə əmələ gəlmir. Çöldə büzük dururlar. Gedirəm dənliklərin əlimlə yoxlayıram, görürəm ki, dənlikləri hava ilə doludur. Bu da nədir? Bu da sırf bir bağırsaq problemlərindən birindən yaranan bir şeydir. Yəni qazvın var, neyimi var. Baxın, hündüşkanın biri odu uşaqlar, görürsünüz. İstər-istəməz biraz bilinir. Ən böyük quşumdur içində, ən iri quşumdur. Biri odu, amma görürsünüz nar yeyir. Nar yeyir, yem yeyir, nə bilim belə şeylər yeyir, amma gəl ki otlamır, çöldə bəzən büzük durur. Dənliklərini də sıxıram, hava ilə doludur. İndi bunlara nə kimi müalicə dostlar? Oksitetraskilin atıram. Bir-iki dənə, daha doğrusu bir-iki gündür yaranıb bu, başlamışım atmağa. Oksitetraskilin attım, alfa-septol attım, amma alfa-septol nəsə buna heç bir təsir eləmir. Amma oksitetraskilin biraz təsir eləyir. Sonra sirkəli su dünəndən tökməyə başlamışam. İndi bilmirəm köməyi olacaq, olmayacaq. Əslində bu uşaqlar otlamır dedim, indi başlayıblar. Xəstə olan quşunu görürsüz ot deyir. O da indi ot deyir də. Amma nəsə o deyirlər də, belə dənliklərini sıxıram, görürəm ki, hava var da uşaqlar. Yəni tam olaraq o birilər çox yeyib, amma o qədər yeməyib. Yəni bunlarda nəsə mədə, bağırsaqlarında problem var da. Mən də onun yaşanmasını istəmirəm. Düşünürəm uşaqlar qurtdan ola bilər bu. O da qurt dərmanı artıq 3 dəfə vermişəm, amma təkrar yenə qurt dərmanı verəcəm. Əgər biləniniz varsa bununla da bağlı mənə yorumlarda kömək eləsəz sevinərəm. İndi isə keçək uşaqlar yumurta toplama videosuna. Dostlar, gəldik toyuqların damına, yumurtalarımızı toplayacağıq. Dostlar, bir gün 25-23 yumurta olur, bir gün 21-22 yumurta olur. Əslində bugün az yumurtlayan günlərdir, amma dediyim kimi gün-gündən yumurtalarını artırırlar. İndi görək bu günləri neçə yumurtamız olacaq. Onda deyim ki dostlar, aşağıda bir də köhnə peçimiz var, yəni odun peçi var köhnə, istifadə edilmir. Biri onun içində yumurtamışdı, onu götürüb qoymuşam bax buradakı yerə, yəni onu nəzərə alarsınız. Çünki oraya video ilə girmək biraz çətin olacaq. Bir burada da yumurtacaqları yer, bir də çöldə. Əslində 5-6 fərqli yerdə yumurtlayırdılar, amma buraya keçəndən hamısını öyrədirəm, çalışıram ki, buraya öyrənsinlər. İndi yığaq görək neçə dənə yumurtamız olacaq. 2 4 6 8 10 12. Bu faldı uşaqlar, balaca yumurta idi, atmış bura fal kimi. Onun üçün onu götürmürəm. 12, 14, bu da 15, burada 16, 17, 18, 19, 20, 21 dənə burada yumurta var. Çöldə də bir dənə yer var uşaqlar, gedək oranın da 21 yumurta buradadır. Gedək oranı da çekim sizlərə. Demək dostlar, çöldəki yerdə buradır. Toyuq damı oradır, biraz bura qarşılıqdır. Bu da burada belə bir köhnə şkaf kimidir. Onu qoymuşuq, onun da içində yumurtayırlar. 3 dənə də burada yumurta var. 21 yumurta demişdim uşaqlar. 22, 23, 24 dənə. Bu günləri maşallah olsun 24 dənə yumurta olub. Dediyim kimi normalda 24-25 bir gün olurdu, 21-22 o bir gün olurdu. Bugün az yumurtlayan günlərdir. Amma bugün 24 dənə yumurtamız olub, maşallah olsun. Demək ki, yavaş-yavaş artıq artıracaqlar bunu. Bunu 30-a, 35-ə tamamlasam mənim üçün yaxşı nəticədir hal-hazırdakı vəziyyət üçün. Yəni bir 10 gündə bunu bir 30 dənəyə tamamlasam əla olar inşallah. Belə dostlar, sağ olun, salamat qalın. Kanalımıza abunə olub, videonu bəyənməyi unutmayın.
Gönlünüzdən keçərsə də yorum yaza bilərsiniz. Kanalımıza mütləq abunə olun. Bəzən canlı yayımlar eləyirəm sizlərə. Orada suallarınızı canlı cavablandırıram. Heyvanlarımızı canlı göstərirəm. Videolarda paylaşmağa inşallah davam edəcəm. Sağ olun dostlar. Dostlar, eve gedirdim. Anam dedi ki, o damın üstündə yumurtlayan fərə də yumurtlayır. Bir fərəmiz var dostlar. 5-ci yumurtasıdır bu. Ancaq gəlir orada oturur yumurtlayır. O da sürütlənir, gəlir bura kimi. Anam dedi ki, orada da bir dənə yumurta yumurtlamışdı səhər. Onu da götür. Baxın, bu da buradakı yumurta. Hər gün orada yumurtlayır. Dama öyrədə bilmirəm. Çıxır orada yatır yumurtlayır. Gəlir bura. Fərədir. 5-ci yumurtasıdır bu. Bununla da beraber oldu 25 yumurtamız. Əslində bugün az yumurta götürməliydim, amma bugünləri maşallah olsun 25 yumurta götürdüm. Dediyim kimi görürsünüz ki, nəticə çoxalır. Baxın, buradaydı bu yumurta. Yəni sayını da yumurtanın qabdan görürsünüz ki, buradaydı. Yumurtayır oradan, hər gün gəlir bura, buradan götürürük. Belə dostlar, sağ olun. Bayaqdan o neçəniz dəfədir sağollaşıram, amma bunu da göstərmək istədim sizlərə ki, əgər yumurta filan satışında deyəsiniz ki, köhnəni təzəni mütləq şəkildə ayırıram uşaqlar. Altdan sıra ilə bilirik, oradan başlayaraq köhnədir, buradan təzədən qaydırıq. İndi sonra nə edirik? İkinci burada bir qabımız var. Ən köhnələr burada, bura evə istifadə edirik. Yəni lap köhnələr. Köhnə dediyim burada köhnə yumurta yoxdur. Gündə 20-dən çox yumurta götürmüşəm, qabağını da satmışam. Köhnə yumurta yoxdur. Sadəcə yəni izah edirəm ki, bizdə heç vaxtda köhnə yumurta olmur da. Yəni üstdən təzələri qoyub təzələrdən götürüb istifadə eləmirik. Köhnələr gedir bura, təzələr yenə buradan sıralanır. İndi bu cüzü tamamlayandan sonra artıq bura yığmayacaq. Başqa bir qaba yığacaq. Bunda niyə bu qədər yığıram? Əslində bu qədər də qalmır. Çünki yumurta indi tez alınır. Sadəcə istəyən vardı, yəni 100 dənə onu yığıram. O da bundan da tamamlanacaq. Göndərəcəm artıq. Bu günlərdə 25 dənə maşallah olsun yumurta götürdük. Bundan da tamamlanacaq. Göndərəcəm onları da.